Salam əziz abituriyentlər. 7 dekabr 2025-ci il güvən sınağı 3-cü qrup 11-ci sinif ədəbiyyat suallarının izahına başlayıram. İzaha keçməmişdən öncə sizdən xahişim budur ki, kanalıma abunə olasınız, videonu bəyənəsiniz və şərh bölməsində öz fikirlərinizi qeyd edəsiniz. Və əlavə olaraq qeyd edim ki, sualların izahı zamanı bir çox sualları elə birbaşa variant üzərindən gedəcəm. Vaxt məhdudiyyəti ilə əlaqədar və təbii ki, sizi maraqlandıran, sizin üçün maraqlı olan variantları şərh bölməsində yazarsınız. Mütləq şəkildə şərh bölməsində həmin variantın izahını ətraflı şəkildə vermiş olacaq. Birinci sualla başlayaq. Təhnamə əsərindən verilmiş beytlərin izahında səhvini soruşur. Bax, burada deyir ki, C variantında. Qayıtdı Səbazi dərgah işa, qəmgini məlul düşdü. Bax, burada və s. Deməli, burada Səbah hansı ki, məşuqənin yanına məktubla getmişdi. Qayıdıb gələndə çox məlul, çox qəmli vəziyyətdə gəlir. Aydındırmı? Amma burada nə deyir? Aşiqin xoş əhvalla gələn Səbanı sevinclə qarşılamasından bəhs olunur. Artıq bu fikir yanlışdır. Çünki Səba qayıdarkən qəmli idi. Necə ki, bax, burada da məlul ifadəsinə görə də biz bunu tapa bilərik. Zakirin yaradıcılığı ilə bağlı hansı fikir doğrudur? Ədəbi növlərdən yalnız birinə, yox, lirik və epik növdə yazıqdır. Nəzmlə əsərlərin hamısı yox. Adam nəzmlə mənzum hekayə yazıbdır. Adam deməli təmsil yazıbdır. Burada da tərənnüm yoxdur. Həm təmsil, həm də mənzum hekayə müəllifidir. Bəli, bu artıq doğrudur. Heca vəznində ilk dəfə yazmayıb. Yaradıcılığında qəzəl qəsidə janrı ilə məhdudlaşmır. Onun qoşması var, gəralisi var və s. Nəsiminin hansı şeydir? Mövzu baxımından bunlarla eynidir. Deməli, Xosrov və Şirin də məhəbbət məni canımı sandırdı. Məhəbbət, burada da yanaram, etməgil neylərəm. Bu da məhəbbət cavab variantımız A variantıdır. B, C, D və Y variantındakı deməli nümunələr isə təriqət şeirləridir. 64-cü sualla davam edəcəm. Basatın Təpəgözü öldürdüyü boya əsasən cədvəlin heç bir xanasına yazıla bilməz. Deməli, Dədə Qorqud Salaxanaya gedib Təpəgözlə danışır. Və bunun səbəbi nə idi? Təpəgöz, deməli, Oğuz eli Təpəgözün əlində yesir olmuşdu. Ondan sonra Oğuz eli Dədə Qorquddan müraciət edib ondan kömək istəyir. Bəs nəticəsi nə olacaq? Nəticəsi o olacaq ki, deməli, Oğuzlar hər gün Təpəgözə qənimət göndərəcək. 2 adam 500 qoyun, bax, bu hadisənin nəticəsi. Yaxud bunlu qoca ilə yapaqlı qoca Salaxanaya göndərilir. Deməli, Təpəgözün aşpazı kimi. Amma Basat qardaşının ölüm xəbərini öyrənir məsələsi bu daha sonralardadır. Hansı xüsusiyyəti daşıyan nümunənin əruz vəznində olduğunu əminliklə demək mümkündür. Deməli, bax, burada çox maraqlı bir məsələ var. Ardıcıl 2 misrada qafiyələnən sözlər. Bu həm əruzda ola bilər, həm ecada ola bilər. Ona görə bu səhvdir. İnversiya məsələsi səhvdir. Hər biri 4 misradan ibarət olan bənd, bu qoşma da ola bilər, tuyuq da ola bilər. Yəni əruzda da, ecada da ola bilər. Ahəngdarlıq məsələsi də həmçinin misra daxili bölgü zamanı sözün bütövlüyü. Biz bilirik ki, bütöv söz prinsipinə əsaslanan heca vəznidir. Əruz vəznində isə misraların deməli uzun qısalığı əsaslı. Ona görə cavabımız Y variantıdır. İskəndərnaməyə əsasən cədvəldəki bax doğrunu, şərti düzgün oxumaq, suala 50% doğru cavab vermək deməkdir. Doğrunu soruşur. Yanlışın altından yanlış, doğrunun altından doğru. Deməli, Daraya əsasən yanlış deyil. Dara təkəbbürlü idimi? Bəli. Xalqla maraqlanmır. Xalqın işini, taleyini şərəfsiz adamlara tapşırıqmı? Bəli. İqbalnamədə yox, şərəfnamədə. Deməli, cavabımız 2 ilə başlayacaq. Nüşabə haqqında doğrudur. Torpaqlarına gələn İskəndəri sarayına dəvət etmir. İskəndər özü deməli özü elçi libasında gəlir. Ölkəsinin abadlığı məsələsi var. Aslanın dişisi erkəyi olmaz fikri də ona aiddir. Cavabımız olacaq 2, 5, 6. O da Y variantı. Azərbaycan ədəbiyyatına maarifçi realizm dövrü. Söhbət 19-cu əsrdən gedir. Deməli, Vazeh Nəbati Heyran xan kimi sənətkarlar var. Nigarə həm əruz, həm ecada yazıbdır. Mövcud janrlara müraciət olmuş, eyni zamanda yeni janrlar da yaranmışdır. Bax, janr deyə. Əlbəttə ki, komediya janrı və s. və ilə axır var. Qutqaşında dramatik növdə yazmayıbdır. 4 səhvdir. Bakıxanov yox, Mirzə Şəfi Vazeh idi. Azərbaycan-Qərb ədəbi mədəni əlaqələrinin inkişafına töhfə verən 1, 2, 3. O da B variantı olmuş olacaq. Bizdən doğruları soruşdu mu? Bəli, doğruları soruşdu.
Deməli, şifa xalq ədəbiyyatı nümunəsində ananın övladına gələcəyi ilə bağlı ümid arzular məsələsi söhbət deməli nədir ona da oxşamalardan, laylalardan falan gedir. O da deməli mərasim deyil, yanıtmaz deyil və sair və ilə axır məişət nəğmələrindən gedir söhbət. Bizdən bədii təsir ifadə vasitəsini soruşur. Bakının nə dərdi, nə də qəmi var. Bu böyük şəhərin öz aləmi var. Burada artıq Bakı sözünün metonimiya kimi işlənməsi məsələsi var. Hər iki misrada inversiya yoxdur. İkinci misrada epitet məsələsi yoxdur. Şəhərin burada kinayə məsələsi yoxdur. Burada qəmi və aləmi həm qafiyə təşkil edən sözlərdir. Onlardan sonra işlənən var sözü rədifdir, epifora deyil. Ona görə burada səhvdir. Cavabımız oldu B variantı. Durna teli qolundan seçilmiş hissədə Koroğlunun məqsədi. Dəllərə deməli üzünü tutub Kosa Səfərə deyir ki, buradan Çənlibelə neçə yol var? O Eyvaz Bəlli Əhməd Dəmirçioğlunu xilas edib qaydandan sonradan gedir söhbət. Məqsəd dəlillərdən ayrılıb Gizir-oğlu Mustafa bəy ilə qarşılaşmaq idi. Cavabımız C olacaq. Hadisə və mənim dərdi dilimi qoşmasından verilmiş hansı hissədə qəhrəmanın özünü xəstə adlandırması və bimar sözünə baxın, bimar xəstə deməkdir. Halsız xəstə. Cavabımız olacaq nə? Deməli Y variantı. 72 ilə davam edəcəm. Leyli və Məcnun poemasında Zeyd surətinə aid. Deməli Zeyd Məcnunu anlayır, ona kömək etməyə çalışır və Leylinin ölüm xəbərini də Məcnuna Zeyd çatdırmış olacaq. 2-4 cavabımız oldu Y variantı. Natəvanla bağlı fikirlərin hansı səhvdir? Bax, səhvi deyir ha. Qəzəl janrında əsər yazan müəlliflərdəndir. Bu doğru fikirdir. Bu doğru fikirdir. Eydus şeirində, qəzəlində lirik qəhrəmanın daxili dünyası var. Bu da doğru fikirdir. 4 ilə 5 olan variantı sildim. Cavabımız qaldı nə? 2-3. Zərif duyğuları əks etdirən şeirlər müəllifidir. Bu da doğru fikirdir. Vüsala çatan aşiq məsələsi yoxdur 2-də. Təbiət mövzusunda şeirlər yazan ilk sənətkarda deyil. Cavabımız 2-3 yanlışdır. Səhvi soruşur, Valih ağlar görüb belə dövran. Bax, görürsənmi? Ağlar görüb. Bax, burada bir ağı var, bir yas var, bir qəmginlik var. Necə tərənnüm ola bilər burada? Ha? Ona görə cavabımız nə olacaq? Səhv variantımız kimi C variantı tərənnüm yoxdur. Deməli, təsvir həm də ifadə vasitəsini soruşur bizdən. Qəfəsdən qurtulmuş yaralı şir kimiyəm? Yaralı şir kimiyəm. Burada nə var? Təşbih. Deməli, təşbih burada var. Bunu sildim, bunu sildim. Bunu sildim. Deməli, ya B-dir, ya da Y variantıdır. Zəncir vura bilməz cəllatlar mənə. İnversiya varmı? Var. Deməli, cəllatlar mənə zəncir vura bilməz. Burada yaralı, qəfəsdən qurtulmuş yaralı şir kimiyəm. Yox, vura bilməz həm də yaralılar. Burada da inversiya var. Həm düşmənlər mənə, həm yadlar mənə. Deməli, sonra görək nə var. Deməli. Bir dəqiqə üzr istəyirəm. Görək bədii təzad varmı? Düşmən və yad eyni mənaya gəlir. Burada bədii təzad yoxdur. Ona görə həqiqətən də düzdür, inversiya halı var. İnversiya burada da var. Həm də anafora var. Yəni yox, eyni sözün təkrarı. Cavabımız həqiqətən də B variantı olmuş oldu. Deməli, maarifçi realizm dövrünün hansı sənətkarına aiddir? Satirik poeziyanın təşəkkül tapmasında rolu var. Aşıq şeiri janrlarına qoşma gəraylı müraciət edib söhbət Zakirdən gedir. Ümumiyyətlə, satirik poeziyanın təşəkkül tapmasında Qasım bəy Zakir, Baba bəy Şakir, Mirzə Baxış Nadimin deməli nəyi var? Rolu var. Belə. Dədə Qorqud eposundakı cədvəldəki səhvləri bizdən soruşur. Deməli, Şöklü Məlik mərd olması məsələsi yoxdur, yanlışdır. Burla Xatun düşmən əsirliyində olarkən oğlu ilə sınağa çəkilir. Bəli, Qazanın evini yağmalandığı boyda. Deməli, bu səhv deyil, doğrudur. 4 olan variantları avtomatik siləcəm. Aruz qoca oğlu Basatı Təpəgözün üstünə getmək üçün məcbur etmir. Ağlayır ki, ay oğul, getmə. 3-ü də götürəcəm. Avtomatik cavabımız qalacaq B variantı. Bayandur xan boyların bir çoxunda iştirak edir. Səhvdir. Qaraca Çoban bəli, Qazan xanın sürüsünü qoruyarkən 2 qardaş həlak olub, bir də doğru fikirdir. Deməli, cavabımız oldu 2, 3 və 5. O da B variantı. Bakıxanovun Hikmətin Fəziləti əsərində şahın suallarına cavab tapan qocaya münasibət göstərir. Söhbət Bakıxanovun həmin qocaya münasibəti göstərir ki, insanlar hikməti ilə seçilən insanlardan faydalanmağa cəhd etmək lazımdır. Məsələ budur. Cavabımız oldu nə? D variantıdır. Hansı fikir yalnız epik növdə əsər yazan sənətkara bax. Yalnız epik növdə əsər yazıbsa adam, sənətkar, deməli onun komediya janrında əsəri 100% yoxdur. Və 100% yoxdur. Bizdən nədə soruşdu? Əminliklə söyləmək olar deyir. Ona görə cavabımız C variantı olmuş olacaq. Deməli, 79-a baxdım, 80-ci sual. Hansı əsər haqqında verilmiş fikir səhvdir?
Rəşid bəy və Səadət xanım hekayəsi yeni tipli bədii nəsr nümunəsidir. Doğrudur. Dastan Əhməd Haram poeması ədəbiyyatımızda ana dildə yazılmış ilk poemadır. Doğrudur. Meyr və Müştəri Nizami Gəncəvi mövzuları əsasında yox. Əsrar Təbrizi, Sahib Təbrizi, Qövsi Təbrizi bunlar Füzuli ədəbi məktəbinin davamçıları. Nizami məktəbinin davamçıları Marağalı Əhvədi, Sahib Marağalı Əhvədidir. Ondan sonra Arif Ərdəbillidir. Yəni C variantındakı fikir tamamilə yanlış bir fikirdir. Biri də yadımdan çıxdı. Deməli, Arif Ərdəbilli, Marağalı Əhvədi, Əsrar Təbrizi. Hə. Meyr və Müştəri, yox, Sahib Təbrizi, Qövs Təbrizi, Məsihi. Yəni C variantı doğru oldu axı. Nizami Gəncəvi mövzuları əsasında bu da düzdür. Mişkət Ülənvarda deməli, Mişkət Ülənvar, vətənpərvərlik, hökmdar bu məsələdə var. Dayan. Y'yə baxıram. Səhhət və Mərəz ana dilində yazılmış allegorik poemadır. Ründü Zahid, Səhhət və Mərəz bu Füzulinin nəsr əsəridir. Ana dilində yazılmayıbdır. Bir, deməli, fars dilində yazılıbdır və poema deyil, nədir? Nəsr əsərdir. Cavabımız oldu nə? Y variantıdır. Üzrlü hesab edeyim. Burada tələskənlikdən bir fikir dağınıqlığı da özünü göstərmiş oldu. Davam edirəm 81-ci sualla. Deməli, bizdən səhvi soruşacaq. Bir də geri dönmür gənclik çağı. Bax, gənclik çağları geri dönmür. İnversiya var. Xatirələr ürəklərdə yurt salır. Burada inversiya yoxdur. Qoşun çəkib çən bürüyür dağları. Burada var. Bahar payız qapısına qısılır. Burada yoxdur. Hər misrada inversiya işlənibdir, səhvdir. Hər misrada metafor var. Bax, gənclik çağlarının geri dönməsi, xatirələrin yurt salması, dağların nə bilim mən, çənin qoşun çəkməsi, baharın payız qapısına qısılması. Burada metafor var. Ona görə bütün misralarda var. 2 olan variantları nə etdim? Həmən sildim. Deməli, təşbihdən istifadə olunmayıb. Bəli, təşbih yoxdur. Olunmayıb. 3-ü də sildim. Cavabımız qaldı 1, 4, 5. Mübaliğə məsələsi yoxdur. Yalnız bir misrada epitetə yer verilibdir. Ümumiyyətlə, epitet yoxdur. Cavabımız səhv variant kimi, fikirlər kimi 1, 4, 5 olmuş oldu. Yəni, D variantı. Vaqifin ayıbki yoxdur əsərinin formasını deyir. Hayf ki yoxdur da rədifdən istifadə olunmayıb. Bizdən doğrunu soruşur. Niyə olunmayıb ki? Bir olan variantı həmən sildim. Kür qırağındakı obaların, nə bilim, həyat tərzi və s. və ilə bu məzmundur. Ona görə 2-ni də sildim. Hər biri 4 misradan ibarət olan bəndlər qoşmadır, heca vəzindədir. Bax, bu da artıq forma xüsusiyyəti. 3-dən 5 olacaq. İnsanların geyimi ilə bağlı. Baxın, 2-ci və 4-cü fikir nümunəyə əsasən doğrudur. Amma forma xüsusiyyəti yox, məzmun xüsusiyyətinə aiddir. Ona görə 2-4-ü götürə bilmərəm. 3-dən 5. Füzulinin Leyli və Məcnun poemasına aid cümləyə əsasən doğru fikirləri bizdən soruşur. Məzmununa aid şeir var orada. Bax, indi burada bu nəyə səbəb olacaq? Diqqətli oluram. Baxaq. Deməli, atası səhraya gəlib oğlunu axtarmasına səbəb işıq məsələsi idi. Uzaqdan işıq görür, bir ola bilməz. Leylin anası tərəfindən danlanması məsələsi yoxdur. Bəli, Nofəl məclisdə eşidir, Məcnunun şeirini deyirlər kimindir, deyirlər Məcnunun, o da onu axtarıb tapmaq qərarına gəlir. Və bir də Leylinin mindiyi dəvənin karvandan ayrılıb ona tərəf gəlməsinə səbəb şeir məsələsi deyildi. Leylinin onu tanıması məsələsi var idi burada. Leyli deyir ki, sən məzunsansa məzunluğunu sübut elə, o da nə edir? Bir şeir deyəcək. Məzun gördü ki, qarşısındakı şəxs onun şeir dinləmək arzusu var. Nə bilim, ey dərdimin çəməninə su səpən, sirrimin, nə bilim, kələfinin dolaşığını açan, nə bilim, günlərimin necə keçdiyini, eşikdən halımın necə olduğunu sorma və s. və ilə axır belə bir şeir nümunəsi deməyə çalışır və Leyli ondan sonra Məcnunu neyniyir? Tanıyır. 3-5. Koroğlu və Bolu bəy qolundan seçilmiş hadisələrdən hansılar? Bax, Xoca Əzizin Çənlibelə gəlməsindən əvvəl baş verir. Bax, diqqətli oluruq. Deməli, Ərəb Reyhan Toqata yollanır. Ümumiyyətlə, bu qolda Toqata yollanan, Toqatda qalan Hasan Paşadır daha doğrusu. Ərəb Reyhan qarşı tərəfə yollanır. Bir, ümumiyyətlə, yanlış fikirdir. Koroğlu özünü qoruqçu kimi təqdim edir. Bəli, Xoca Əziz gəlməmişdən öncədir. Koroğlu deyirlər, Koroğlunun oxuduğu şeirdə aparırlar Pünhan məni deməsi. Xoca Əziz elə bilir ki, onu pirə aparırlar. Dünya xanımın Ərzimcana gəlməsi bu hadisədən sonradır. Nigar xanımın Dəli Həsən səfərə çıxması razı olmaması Xoca Əzizin gəlib o qara xəbəri çatdırandan sonradır. Cavabımız oldu nə? 2 və 3.
Nizami Gəncəvinin Sultan Səncər və Qara əsərindən seçilmiş hissə ilə bağlı fikirlərdən hansılar doğrudur? Rəiyyətə hər zaman kömək etməli padşah, səndən xarlıqdır gələn bizə, ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malını, buna mərdlik deməzlər, düşün işin dalını. Diqqətli oluruq, bizdən doğruları soruşur. Deməli, burada Sultan Səncərin bəhanə kimi səsləndirdiyi fikir məsələsi yoxdur, bu yanlışdır. Padşahın xalqla xoş rəftar etməli olduğu məsələsi deyilir. Bax o, deməli, biz hardadır? Deyir, sən bir qulkən edirsən padşahlıq iddiası, azğınsan, şah deyilsən, sənsən doğuran yası. Padşah öz ölkəsini görmək istəsə abad, etsin rəiyyətini gərək məsud, gərək şad. Bax, o hissəsində idi. Burada xoş rəftar etməli olduğu məsələsi yoxdur ki, burada sadəcə olaraq rəiyyətə hər zaman kömək etməlidir, kömək etməyindən danışır. Amma səndən bizə ancaq ziyan gəlir. Yetimlərin malını almaq hünərin olmadığı, mərdlik, mərd bir iş olmadığını vurğulayır da. Ona görə xoş rəftar məsələsi də yoxdur. Bəli, əməlləri barədə düşünməyə, düşün işin dalını deyir. Bu var, əməllərinin xalqa xeyir gətirmədiyini bildirir. Bəli, deyib onun əməlinə bax, yetimlərin malını deyir, almaq bir hünər deyil, buna mərdlik deyilmir. Burada əməl məsələsi var. Mərdliyin nə olduğu izah olunur. Yəni, mərdliyin, əslində, mərdliyin nə olduğu, yəni, yetimlərin malını almaq hünər deyil, bu mərdlik deyil. Əksinə, rəiyyətə kömək etməli, kömək etdiyin halda bu mərdlikdir. Yetimlərin malını almaq yox, yetimlərə mal vermək bir mərdlikdir. Əslində bunu da götürə bilərik. 3-4-5 verilən nümunəyə əsasən deyə biləcəyimiz fikirlərdir. Müxtəlif əsərlərdən seçilən hansı epizodlarda adı çəkilən surət həqiqəti demir, başqa cavab verir. Baxıram. Deməli, Qaraca Çoban Qazan xan ondan soruşur ki, yurdumun vəziyyəti bu nə vəziyyətdir da, belə deyək, lori dildə desək. Qazan xan ona deyir, itmişdinmi, ölmüşdünmü, haradaydın Qazan xan, dünən yox, silaha gün, nə bilim, evin buradan keçdi, anan qara dəvə boynundan asılı keçdi və s. Ona doğrunu deyir. Koroğlu Toqatda olarkən Həmzə qaladan çıxmaq üçün neçə yol olduğunu soruşduqda o cavab verir. Deməli, Həmzədən qaladan çıxmaq üçün neçə yol olduğunu soruşduqda Həmzə ona cavab verir. Pərim aşiq ona suallar verdikdə sabah, bəli, Pərin yanından qayıdarkən çox qəmli qayıtmışdı və deməli, aşiq ondan soruşur ki, de görüm, yarım sağ salamatdırmı? Sabah da deyir ki, bəli, deməli, sağ-salamatdır o Pəri, amma səndən, nə bilim, üzünü uzaq tutubdu, halını ona çatdırdım, o dəqiqə qəzəbləndi, nə bilim, çox qalmaqal saldı, məktubunu cırdı, məni xeyli danladı, məzəmmət elədi, nə bilim, 100 qiyamət qopardı və s. və ilə axır. Bu da var. Leyli, anası ona deyəndə ki, anası onu sevməkdə ittiham edib günahlandırdı da, Leyli deyir ki, yox, əşil, mən sevgi nədir, məhəbbət nədir, bilmirəm. Bir də Bağdada girmədən əvvəl qoca soruşanda ki, kimsiz? Murad bəylər tərəfdən içdiyi deməli, Koroğlu doğru demir da, yəni ilk dəfədən ki, mən Koroğluyam. Ona görə 4-lə 5 burada cavabımız olmuş olacaq. Uyğunluğu müəyyənləşdirək. Yalnız İskəndərnaməyə aiddir, yalnız Rəhnamə poemasına aiddir, yalnız Leyli və Məcnun poemasına aiddir. Baxaq. Deməli, ədəbiyyatımızda bu mövzuda eyni adda yazılmış ilk poema deyil. Bu həm 2-yə aiddir, həm də 3-ə aiddir. Ona görə həm 2-yə, həm 3-ə anı götürmürəm. Məhəbbət mövzusunda da yenə həm 2-yə, həm 3-ə aiddir. Mifeş surətlərə yer verilibdir Dəhnamədə, 2-yə C. Səhrayı Üstan obraz baş qəhrəmandır, Leyli və Məcnundadır. 2 hissədən ibarətdir, o da birincisi. Deməli, 1-ə Y, 2-yə C, 3-ə də D variantı olmuş olacaq. Bax, belə. Burada mətn sualları da var. Bu qalsın. Bu qalsın. Siz yenə yazarsınız mənə şərh bölməsində ki, siz bu açıq sualları necə yazmışsınız. Mən də şərh bölməsində sizə mütləq cavab verəcəm. Bax, belə uşaqlar, sağ olun. Növbəti sınaqların izahında görüşənə qədər.